Salam qızlar, necəsiz? Sizi yeni bir videomla salamlayıram. Sizləri xoş gördük. Yeni bir videomda bu günləri piraşki hazırlayacağım. Kartoşkalı piraşki, yağda hazırlanan, yəni sadə bir xəmirlə, yəni yoğurmağımı çəkmişdim. Nədənsə silinib, yerim olmayıb, bu nədir? Silinib. Yəni sadə bir xəmir idi. Un, maya, su. Yoğurdum bir saat acıdı. Onu da paylaşacaqdım, amma paylaşa bilmədim. Yəni üzürlü sayarsınız. Sadə bir yumşaq bir xəmir yoğurdum, acıdı. Kündələrə bölüb qoyacağım, biraz dinlənsin kündələrim. Ondan sonra içliyini hazırlayıb, yəni içini doldurub bişirəcəm. Sizlər necə qızlar? Sizlər də evdə piraşkini hazırlayırsınızmı, yoxsa satın almanı mı daha çox üstünlük verirsiniz? Bizim uşaqlar yəni ev piraşkisini çox sevirlər. Bu günlərdə bazar günü olduğu üçün İstədilər, ev günümüz idi deyən, bişirdim. Dedim, məktəb olanda məktəbə qaça-qaçla çatdıra bilmirəm, amma indi ev günümüz olduğu üçün dedim bişirim, uşaqlar da yesinlər. Mən çöldə, bacada alınan piraşkilər olsun, çöl yeməklərini çox üstünlük vermirəm. Uşaqları da çox qoymuram ki, yəni çöldə, bacada yeyilən yeməklərə daha çox üstünlük versinlər. Belə, yəni hər zaman yağda da yedirəm, sobada da yedirəm. Sobada yedəndə ətli piraşki yedirəm adətən. Amma indi az hallarda kartoşkalı yedirəm. Onu uşaqlar sobada olanı, kartoşkalını sevmirlər. Amma belə yağda olanda onu sevirlər. Ona görə də bu dəfə yağda bişirdim. Yağda kartoşkalı bişirdim. Orta ölçüdə kündələr tuturam. Gördüyünüz kimi böldüm hissələrə, orta ölçüdə kündələrimi tutub, yığıram bir siniyə, qoyuram, üzərini də örtürəm, qoyuram dinlənməyə. Sizlər necə qızlar? Sizlər də evdəmi edirsiniz, yoxsa yəni alınmağa mı üstünlük verirsiniz? Mən adətən yenə deyirəm, evdə hazırlayıram. Düzdür, evdə hazırlayanda da piraşkinin iyisi, piraşkidir, balıqdır, bu şeylərin, yəni bu yeməklərin iyisi daha çox yayılan bir yeməklərdir. Evə daha çox qoxusu yayılır. Bacardığım qədər, biz məhlə evi olduğu üçün bacardığım qədər çöldə etdim. Yəni çöldə bişirirəm. Çöldə bişirdiyim qaz sobası açıqdadır. Yəni qıraqları örtülü deyil. Ona görə biraz küləkli idi. Saray hər zaman küləkli olduğu üçün bu gün də küləkli idi. Ona görə də çöldə edə bilmədim. İçəridə etdim. Yəni aspiratoru da yandırdım, pəncərəni də açdım, otaqların qapısını bağladım ki, o birisi otaqlara iyi getməsin. Nə qədər yəni bağlasaq da, qapaqsaq da, yenə də otaq iyi gedir. Ona görə istəmirəm, bacardığım qədər çöldə edirəm. Amma bu dəfə alındıra bilmədim bayırda bişirməni, içəridə etdim. Sizlər necə qızlar? Həyət evində olanlar, bilirəm, bina evində olanlara çətindir. Amma həyət evində olan qızlarımız var. Yəqin ki, burada məni izləyirlər. Onlar necə içəridə edirsiniz, yoxsa çöldə, yəni çöldə şəraitiniz varmı? Çöldə mi edirsiniz? Mən iyi evə çökməsi üçün bacardığım qədər çölə qaçıram ki, çöldə olunsun. Çöl, yəni bayırda olan piraşkiləri nəyə görə istəmirəm? Çöldə, bayırda olan yeməkləri adi piraşkidən belə, yəni piraşkini belə nəzərimdə tuturam. Orada bişirilən piraşkinin yağı ən azından həftədə bir dəfə görürük belə televizorlarda və yaxud da ki, hansısa bir səhifələrdə ki, onun yağını tez-tez dəyişmirlər. Yəni çəkilişlərdə görürük ki, gigiyenaya uyğun deyil. Ən azından onlar həftədə bir dəfə dəyişirlər. Özlərinin dediyinə görə heç bəlkə də həftədə bir dəfə dəyişmirlər. Yəni amma mən biraz ona görə qaçıram ki, yağı təzə-təzə olmur. Yəni ən azından bir həftədə gün ərzində nə qədər bişirilən eyni yağda piraşkilər bişir. Hamısı da xəstəlikdir. Hamısı bu yaranan xəstəliklər
hamısı elə şeylərdən yaranır, belə deyim. Bacardığım qədərində özümü də, uşaqları da, ətrafımdakıları da qorumağa çalışıram ki, yəni çöldə, bacada olan piraşkilərdən uzaq olsunlar. Ümumiyyətcə yeməklərdən uzaq olsunlar. Gördüyünüz kimi kündələdim, 27 dənə kündəm çıxdı. Burada qıraqda kartoşkanı soyub bişirmişdim soyutma halında. Əzirəm. Qızlar, bizim uşaqlar o qədər kaprizli uşaqlardır. Bilmirəm indiki uşaqlar niyə belədir? Sizin uşaqlar da elədimi? Bizim uşaqlar nə yeməyin içərisində soğan yemirlər, nə göy yemirlər. Bax, ona görə də mən sadə bir kartoşkanı, yəni duz, istiot tökürəm. Yəni üzərinə heç nə tökə bilmirəm. Evdə olanda sunel sivan duzu vururam ədviyyatlardan. Yəni hər zaman Gürcüstanda alırdıq. İndi gedib gələn olmur deyən aldıra bilmədim. Deyirlər burada düzdür var sunel, amma yəni o dadı vermir. Ona görə də almıram. Gördüğünüz kimi sadə bir kartoşka əzdim, duzunu tökdüm, gözə yarı duzunu tökürəm. Mən heç zaman yəni ölçü ilə yəni istifadə etmirəm. Gözə yarı tökdüm duzunu da, istotunu da. İstotunu çox tökmədim ki, yəni uşaqlar acılı, düzdür bizim uşaqlar acılı sevir, amma istəsələr qıraqda, qabda bişəndən sonra özləri yəni batırıb yeyərlər. Ona görə az tökdüm. Yəni istəmirəm çox da acılı, istotlu olsun. Qızlar, sizin də uşaqlar belə kaprizlik edirlərmi? Mənim uşaqlarım çox kaprizlidir. Hər yeməyi yemirlər. Hər yeməyin içərisində soğanı, göyü seçirlər. Düzdür, bilirəm ən xeyri bir yəni tərəvəz olsun, göy olsun, yəni xeyri bir şeylərdir, amma istəyirəm yesinlər, amma yemirlər. Adi o günləri belə deyim, xiyar pomidor salatı etmişəm. Üzərinə göy doğramışam, onu belə seçirlər, yemirlər. Ona görə də bacardığım qədər edə bilmirəm. Bacaranda tökürəm. Yəni başa salıram da, amma yenə də deyirlər ki, yeyə bilmirik. Sizin uşaqlar necədir? Hər birinizin fikirlərini yorumlarda gözləyirəm. Yəni mənə də maraqlı olar. Yəni uşaqların, indiki uşaqların kaprizlilikləri mənə də maraqlıdır ki, hər birimizin evimizdə uşaqlarımız var. Allah hər birimizin uşaqlarını qorusun. Sizin evdəki uşaqlar da belə kaprizlilik edirlərmi? Bizim uşaqlar çox kaprizlidir. Qızlar, belə açıram, əlimin altında qoyuram ki, rahat açım. Bir ən azından 3-ünü 4-ünü əlimin altında hazırlayıram. Ondan sonra üzərinə kartoşkanı qoyub bükürəm. Yəni belə büküb qırağa qoyacağam. Yenə dediyim kimi dinlənsinlər, biraz kündə özünə gəlsin. Ondan sonra yağda qızardacağam. Yağını nə bol etmirəm. Düzdür, bol edəndə daha gözəl qızarır. Orta, bizim uşaqlar yenə deyirəm, yağlı yemirlər. Ona görə də orta ölçüdə yağı tökürəm. Əslində yağı çox tökəndə daha gözəl qızarır. Daha yaxşı qızarır. Orta ölçüdə tökürəm. Normal da qızarsın. Mən lap da qızartmıram. Yəni bəzən elə olur ki, çox adam lap qızardır. Ona görə elə çox da qızartmıram. İndi görəcəksiniz, çox gözəl də qızarır. Gördüyünüz kimi yumşaq xəmirdir. Sadə bir xəmirdir. Bilirəm hamı edir. Yəni evdə etməyənlərə də hasant bir yəni xəmirdir. Sizlər də edə bilərsiniz. Kartoşkanı da qızlar, yəni mən çox, lap da çox qoymuram. Yəni orta ölçüdə qoyuram. Satın alma piraşkilərində hər halda görürük ki, heç içərisində kartoşka olunduğu bilinmir, amma mən istəyirəm ki, yəni ən azından kartoşkanın dadı tamı gəlsin, içərisində olsun. Yəni o kartoşkanın dadını hiss edək. Yəni belə deyim ki, yəni bəlkə də orada satırlar deyən hər şeyi az edirlər, hər şeyi yəni belə götürəndə pula vururlar deyən, ona görə az qoyurlar, amma istəyirəm ki, evdə uşaqlar yəni
yeyirlərsə də vitaminli bir şeyler yesinlər, doyumlu bir şey olsun. Düzdür, bizim uşaqlar vitaminli şeylerden qaçırlar, amma bacardığım qədər istəyirəm ki, yesinlər. Gördüyünüz kimi kündələrimi içərisinə kartoşkanı koydum. Biraz dinlensin. Burada yağı koydum kızmağa. Kızlar içərisinə biraz xəmirdən götürüb atıram ki, görüm yağım yəni qızıb mı, isinib mi? Gördüyünüz kimi yağım hələ isinməyib. İsinmiş olsaydı o attığım balaca xəmir tez işib qalxardı. İndi yağım qızdı. Qaynara düşdü. O yüz bu yüz kızardacağım. Çok güzel de kızarır. Her iki tərəfi. Yəni qazın altını çox da belə deyim, yəni güclü qoymuram. Orta yəni qoyuram orta dərəcədə. Yaxşı qızarır, içərisi də yaxşı bişir. Tez qızaranda içərisi, yəni altını xodunu çox qoyanda içərisi yaxşı bişmir. İçərisi də çox gözəl qızarır. İçərisi də gözəl yumşaq bişir. Ona görə orta ölçüdə qoyuram, bişsin. Sizlər necə? Sizlər yağda bişən, yəni piraşkini sevirsiniz, yoxsa sobada olan? Mən özüm əslində sobada olan ətli piraşkini, yəni ətinə görə yox, sadəcə yəni sobada olanı daha çox sevirəm. Amma uşaqlar bunu daha çox sevdiyi üçün bunu bişirirəm tez-tez. Amma o sobada olanı da edirəm. Yəni çox vaxt evdə edirəm, uşaqlara da məktəbə də qoyuram sobada olan piraşkini. Çalışdığım qədər, yəni məktəbdə, çöldə, bayırda, yəni uşaqlara, yəni belə piraşki kimi bir şeyləri almıram. Düzdür, hardasa restoranda oturarıq, yeyərik, məsələn, dönər olsun, bir başqa bir yeməklər olsun, amma çöldə, bacada olan yeməkləri heç sevmirəm. Bəlkə də deyirsiniz ki, bu qız nə qədər köhnə fikirlidir, amma bu xəstəliklərdən o qədər qorxuram ki, o qədər hər şeydən bacardığım qədər qaçıram ki, hamısı xəstəlikdir, yediyimiz qidaların tərkibini bilmirik, necə yedirlər, hansı yağla bişir, içərisinə nə qatırlar, qatqısı nədir, ona görə qaçıram hər bir şeydən, yəni çöldə, bacada olan yeməklərdən. Təmiz yerlərdə otururuq, yedizdirirəm uşaqlarımı, amma yəni yolda olan bir şeylerden uzağam. Sizlər necə? Sizlər də elə edirsinizmi? Sizlərin fikrini də, mən də sizlərin fikrini gözləyirəm. Mənim fikrimlə razısınızmı? Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Qızlar, bişirdim, rəngi də çox gözəl oldu. Çox da qızartmadım, yəni qaraltmadım. Çox gözəl də bişdi, yumşaq piraşkilərim oldu. Göz haqqınızı halal edin. Allah hər birinizin süfrənizi bol, ruzunuzu bərəkətli etsin inşallah. Yəni içərisini də belə qırdım, yumşaqlığını da görə bilərsiniz əlimlə. Yəni göstərirəm. İçərisi də çox gözəl bişib. Sizlər də edə bilərsiniz. Sağ olun, Allah amanında qalın. Fikirlərinizi yorumlarda gözləyirəm. Kanalıma abunə olmağı unutmayın.